Qarışıq qrammatika testlərinə baxırıq. Birinci test tapşırığımız məchul növlə bağlıdır. Gəlin baxaq. Deməli, məchul növlə bağlı belə bir şərt var ki, hansı cümlələr məchul növə düşə bilməz. Gəlin baxaq. Birinci feilə baxırıq. Elə birinci cümlələ. Lying feilini görürük. Lying feili, lie feilinin liye yazılan feildir. Liye. Bu feilin davam edici zamanda işlənməsidir. Yadımızda saxlayaq ki, lie feili məchul növə düşmür. Elə biri biz seçirik. Baxırıq 2-yə. 2-də biz xəbərimiz rise-dir. Is rising, düzdürmü? Rise feili var, rise yazılır. Bu feildə məchul növə düşmür. Deməli, 1-2 doğrudur. Y variantı. Keçirik ikinciyə. Which sentence cannot be changed into the passive voice. Yenidən eyni şərt ki, hansı cümlələr məchul növə düşə bilmir. Baxın birinci test tapşırığında. Ümumiyyətlə, məchul növə düşə bilməmək, məchul növə salına bilməyən cümlələr hansılardır? Tamamlığı olmayan cümlələrdir ki, biz bilirdik ki, tamamlıq gəlir mübtədanın yerinə məchulda əvəzlənir. Və yaxud da elə feillər var ki, onlar məchula düşə bilmir məna etibarilə. İndi gəlin baxaq 2-də. Baxın, burada Z bizim mübtədamızdır. Have been playing isə xəbərdir, düzdürmü? Since afternoon nədir bəs? Normalda tamamlıq xəbərdən sonra, feildən sonra gəlir, amma burada zərf işlənib. Zərf işlənib deyə biz bunu tamamlıq funksiyasını götürə bilmərik, düzdürmü? Deməli, tamamlığı yoxdur. Elə biri seçirik. Biri seçirik və bir olmayan cavabları çıxırıq. İndi 1-2 mi, 1-3 mü? Baxın 2-də. Burada da loudly. Bax, someone mübtəda, düzdürmü? Was coughing nədir xəbərimiz? Loudly isə burada tamamlıq funksiyasında deyil, obyekt deyil. Deməli, 1-2 doğrudur. Və 3-4 isə məchul növə salına bilir. Nəyə görə? Feilimiz var. Feilimizdən sonra a newcomer tamamlıqdır. Burada da people-ı görürük, tamamlıqdır. Tamamlığı varsa məchul növə salına bilir. Növbəti cümləyə baxırıq. Növbəti cümlədə yenə passive voice salına bilməyən cümlələrə baxırıq. Bir də cümlə salına bilir. Nəyə görə? Çünki burada tamamlıq var, düzdürmü? Tamamlıq varsa salına bilir. Biri çıxırıq. 2-yə baxırıq. 2 quickly sözü var. Quickly tamamlıq deyil axı. Biz 2-ni saxlayırıq. 3-4-ü də çıxır. Çünki 2-lər qalmalıdır. 3-də. Baxın, məsələn, burada defulunu görüb tamamlıq kimi düşünə bilərsiniz. Amma Merlin tərcüməyə baxın burada. Merlin qrip tutdu. Qrip tutuldu olmaz, düzdürmü? Qrip tutulması doğru deyil. 3-ü çıxırıq, qaldı 2 və 4. Daha doğrusu 2 ilə 3-ü saxlayırıq. 2 ilə 3 doğrudur. 4-ü isə biz məchul növə sala bilirik. Çünki burada bizim tamamlığımız var. Baxırıq indi növbət test tapşırıqlarına. Deməli, artıq biz baxırıq burada zamanlarla bağlı test tapşırığına və burada cümləmiz mürəkkəb cümlədir. By last Monday, artıq biz last görürük. Last keçmişə aid bir ifadədir, düzdürmü? Ona görə biz have found-u çıxırıq buradan, seçmirik. Have found-u çıxırıq buradan. Çünki indiki bitmiş zaman, indiki zamanı ifadə edirsə, last-la nə iş olsun? Have found-lar getdi. Daha sonra nəyə baxırıq? Baxın A variantında. Found və will look uzlaşma doğru deyil. Found nədir? Keçmiş zamanda, amma will look gələcək zamanda. İndi C, Y, elə Y-də. Baxın, had found keçmiş bitmiş zaman, are looking indiki davam edici zaman. Uzlaşma doğru deyil. C variantı isə doğrudur. Keçmiş bitmiş zaman işləndi birinci hissədə, ikinci hissədə isə looked feili doğrudur. İndi keçirik 2-yə. 2-də indi yenə biz yesterday'ə aid bir ifadə gördük. Bu zərfi görürük, zaman zərfini. Will'in nə işi var? Çıxırıq. Have-in nə işi var? Have-ləri çıxdıq. Had reached və will plan uzlaşmaz. Y variantı doğru. 2 gün sonra. 2 gün sonrası gələcək zaman olmalıdır. A variantı doğru. Növbəti. Burada yeti görürük biz. Yet zərfi işlənən cümlə həm inkarda olmalıdır. Ya sual ya inkar. Burada da sual deyil, inkara salmalıyıq. Təsdiq olanlar avtomatik çıxdıq. Elə bir dənə idi. Bir də ki, indiki bitmiş zamandan işlənir və deməli inkarda olmalıdır. Bir variantı doğrudur. Yenə digəri də haven't made up olmalıdır. Since 2 o'clock, saat 2-dən bəri desə, indiki bitmiş zaman işlənməlidir. C variantı. Yenə since 6 o'clock indiki deməli zaman has been listening olacaq. Qısa cavab tələb edən biz ifadələrə baxırıq. Burada cümləyə baxırıq, təsdiq cümləsidir və zamanımız da indiki zamandadır. Didi çıxırıq.
Və paints-dir deyə biz doesla ona cavab verməliyik. Izlə verə bilmərik. İzi də çıxdı. Və cümləmiz təsdiqdədirsə biz nazən, yəni neither-ı çıxırıq. A variantı doğru. 2-yə baxırıq. 2 isə inkardadır. İnkardadır və zamanımız keçmişdədir. Elə hamısı keçmişdədir. Yadınızda saxlayın. To-la təsdiq cümləsi işlənər. Yəni inkar olmaz. Didn't səhvdir. Also-la təsdiq cümləsi işlənərdi. Didn't səhvdir. Either belə işlənməli idi. I didn't either. Either cümlənin sonunda. Bax, bu hissədə sonunda olmalı idi. Əvvəldə işlənməz. Cümləmiz inkardır. A, B doğrudur quruluşca. Amma ki, cümləmiz inkardır deyə A variantı doğrudur. Təsdiq olsaydı, so did-i seçərdik. Daha sonra yenə inkardır. İndiki zamandır. Didi çıxaq. Didn't çıxaq. Üstəlik also-la didn't niyə işlənsin? To-la niyə don't işlənsin? Dedik ki, təsdiqdə işlənməlidir. Cümləmiz inkardadır deyə A variantı doğru. Daha sonra yenə baxın burada and var. And bağlayıcısı təsdiq bildirir. Mən erkən oyanmalıyam və təsdiq olunmalıdır. Düzdürmü? Təsdiq formasında indi baxırıq. To-la inkar işlənməz. Neither-la inkar işlənməz. So-la inkar işlənmir. Təsdiqdə olmalıydı. İndi ikinci tərəfdə baxın B də doğrudur, D də doğrudur quruluşca. Burada nəyə baxırıq? Və and olanda təsdiq olmalıdır. D variantı. Daha sonra deməli əvəzliklərlə bağlı sözlərə baxırıq, tapşırıqlara baxırıq. Burada couldn't buy inkardadır. İnkardadır, nothing nə olmaz, something olmaz. C variantı doğru. Daha sonra I phoned several people, mən bir neçə insana zəng etdim, ancaq cavab vermədi. Yəni heç kim cavab vermədi. Digərləri uyğun gəlməz. But burada ziddiyyət bildirir. Daha sonra həzbini görürük, xəbər təkdədir. Both of them-in xəbəri cəmdə, all of them-in xəbəri cəmdə olmalıdır. 3-4, o da olur B variantı. I opened the door but didn't see. İnkarda olmalıdır. Mən qapını açdım və heç kimi görə bilmədim. C-lə B uyğun gələr, tərcümə də B. Daha sonra yenə bax didn't see. Anybody-ni seçirik buradan. Daha sonra bax didn't want-u görürük. Anything seçirik. Bax nothing olmaz. Çünki iki inkarlıq bir cümlədə işlənmir. Samlar da təsdiq cümlələrində işlənir. İndi baxırıq biz bağlayıcılara. Bağlayıcılarda bəzi bağlayıcılar var, tərcümə tələb edir. Çox deməli qaranlıq idi və səyahətçilər yolu asanlıqla tapa bildi. Baxmayaraq ki, also baxmayaraq. Because çünki, as görə, aslə because sinonimdir. Whether ya mənasında. Ya sən gedirsən, ya mən. Və yaxud da istərsən, istər mən və s. If əgər mənasındadır. D variantı uyğundur. Baxmayaraq ki, çox qaranlıq idi. Səyahətçilər yolunu tapa bildilər rahatlıqla. Daha sonra mən maşın açarlarını itirdim. Yəni itirmişdim. I couldn't come to the və deyir səninlə görüşə gələ bilmədim. Beləliklə, düzdürmü? Beləliklə nəticə bildirir. So, çünki olmaz tərcüməni. Üstəlik because seçsək az da gərək doğru olar. İkisi də səbəb bildirir. Also ziddiyyət, zo ziddiyyət. Baxın, also-la zo ziddiyyət ilə ikisini çıxsa, because-la da əzi qaldı yerdə ye. Ye nəticə bildirir. Yəni nəticə. Səbəb isə because-la əzdir. Yaxşı. Baxırıq indi. Nəyə baxırıq? Nazənən or işlənməz. Nedir or səhvdir. Daha sonra. İkinci tərəfdə cümlə varsa, deməli birinci tərəfə bizə kömək edir ki, biz birinci tərəfi tapaq. Hər ikisi çox çalışqandır. İndi Ben, onun qardaşı tənbəl. Tənbəldirsə, niyə çalışqan olsun? Deməli birinci tərəf biz inkar etməliyik. Deyir nə onun qardaşı, yəni nə Ben, nə də onun qardaşı tənbəl deyirlər ki, onlar çalışqandırlar. C variantı doğru. Sonuncuya baxırıq. Tom made a very good speech. He hadn't been prepared at all. Yaxşı deyir danışdı. Tom, he hadn't been prepared at all. Yəni heç demək olar ki, o hazırlaşmamışdı. Burada ziddiyyət var, düzdürmü? Bir tərəfdə deyir yaxşı danışdı, bir tərəfdə deyir hazırlaşmamışdı. Deməli, Y variantı. Zo nədir? Ziddiyyət bildirir. Cavabımız burada Y.